Var. Deməli 109-cu maşındır. Belə bir gözəl Hyundai Palisade 2022 sel komplektasiya. Maşın gördüyünüz kimi ön hissədə dəymiş ki, təsadüfi xəsarəti yoxdur. Maşın 35 min dirhəmlə müzayedəyə girir. Maşın cəmi 36 min yol gedib. Maşının sağ hissəsi gördüyünüz kimi dəymişsiz, təsadüfsüz. 3.8 mühərrikdir gördüyünüz kimi. Maşının arxa hissəsi də dəymişsiz, təsadüfsüz gördüyünüz kimi. Buradan keçəmirəm, fırlamı bir tərəfdən keçim. Maşının zədəsi sol hissəsindədir. İndi onu da sizə göstərəcəm. Baxın, zədəsi budur. Qorxmayın. Zədəsi budur. Krilo 2 qapı lazımdır gördüyünüz kimi. Krilo hətta bəlkə təmirdə də eləmək olar. Bizə bir də 2 qapı lazımdır, qutardı getdi. Biz öz servisimizdə ideal bir formada düzəldib, zavod effektində sizin üçün tam ideal bir formada göndərə bilərik ağalar. Maşına deməli qapıda açarsa daxil kör nöqtənin sensoru, oturacaqların isidilməsi, monitor, zolaq tanıma, gördüyünüz kimi palasa tanıma, oturacaqların isidilməsi, sanfuru mövcuddur maşında. Kim istəsə, bir də jaluzi maşının oturacaq airbağı gördüyünüz kimi atıb 7 yerdir. Kim istəsə bizlə əlaqə saxlasın. Maşının vinini sizə çəkim göstəreyim. Kim istəsə bizlə əlaqə saxlasın. Maşın çox gözəl qiymətə oynayıb, əldə edib sizin üçün göndərək babalar.